Azərbaycanın yeni tarixində uzun illər yüksək vəzifələr icra edən Ramiz Mehdiyevin Rusiya ilə məkirli əlaqələrinə dair yeni detallar mətbuatda dərc olunur. Son günlər ilk dəfə işıq üzü görən və ilk baxışdan adi görünsə də əslində böyük mətləblərdən xəbər verən fotolar Ramiz Mehdiyevin dövlətə xəyanətinin strateji mahiyyətini bir daha nümayiş etdirir. Son günlər mətbuatda dərc olunan foto və məlumatlara əsasən bəlli olur ki, Ramiz Mehdiyev bir zamanlar Fövqəladə Hallar Nazirliyində məsul vəzifə tutan oğlu Teymur Mehdiyevi də özü ilə Rusiyada keçirilən istər açıq, istərsə də qapalı görüşlərə aparırmış. Ola bilsin ki, ilk baxışdan adi müşayiət kimi görünə bilər. Amma postsovet məkanının siyasi özünə məxsusluğu bu detalın heç də təsadüfi olmadığını deməyə daha çox əsas verir. Yəni bu cür yaxın ailə üzvünün belə görüşlərə aparılması, Rusiya siyasi elitası ilə tanışlığa cəhd edilməsi daha çox siyasi varis mesajı ilə də hədəflənə bilərdi. Teymur Mehdiyevin rəsmi nümayəndə heyətinin üzvü kimi yox, xüsusi müşayiət edilən şəxs kimi belə məhdud tərkibli görüşlərdə görünməsi, onun həm də birbaşa Rus diplomatik və elit siyasi dairələrə tədrici inteqrasiyasının göstəricisi sayılır. Bu həm də Moskvaya olan simpatiyaya, sonrakı illərdə də sadiqliyə ailə bağları ilə zəmanət verilməsi, həm də oğlu və ailəsinin Moskvanın təhlükəsizlik çətiri ilə təmin edilməsi cəhdləri idi. Ramiz Mehdiyev Azərbaycanın öz müstəqillik dövründə postsovet elitaları içərisində ən çox Sovet-Rus siyasi məktəbində yetişmiş ciddi və nadir fiqurlardan biri kimi tanınırdı. Bu baxımdan onun Rusiya siyasi xəttinə bağlılığı təsadüfi yox, daha çox struktur və ideoloji amillərə əsaslanan qərar kimi xarakterize oluna bilərdi. Məsələn, Sovet dövründən qalan siyasi irs və yaddaş, SSR Elmlər Akademiya sistemində Moskva elmi siyasi dairələri ilə sıx əlaqələr, Sovet ideoloji aparatının mühüm elementlərində uzun illər çalışmış kadr olması ona təbii ki, müstəqillik və suverenlik kimi yüksək siyasi və mənəvi dəyərlərin xeyrinə seçim etmə imkanları verə bilməzdi. Çünki bu tip dırnaqarası kadrlar üçün Rusiya hələ də siyasi davranışın əsas beyin mərkəzi, təhlükəsizlik çətiri kimi qəbul edilməkdədir. Mehdiyev kimi köhnə sistemə məxsus nəsil üçün Rusiya hələ də mərkəz missiyasındadır. Buna görə də Qərb və onun dəyərləri heç zaman onun siyasi baxışlarında yeni alternativ ola bilməzdi. Çünki Ramiz Mehdiyevin nəinki siyasi fəaliyyəti, onun fiziki varlığı belə liberal demokratik modellə diametral şəkildə ziddiyyət təşkil edirdi. Elə Moskvanın da özləri üçün postkaryera limanı axtaran postsovet siyasətçilərinə, məsələn, sabiq prezidentlərə, keçmiş KGB generallarına, klan liderlərinə, boz kardinallara qarşı daim qapılarını açıq saxlaması onu bir yandan da cəlb edici edirdi. Amma son illər Azərbaycanın daxili siyasətində güc və kadr balansının dəyişməsi, idarəçiliyin modernləşməsi, bürokratların yerinə yeni texnokrat kadrların gəlişi, gənclərə geniş imkanların verilməsi, öz növbəsində köhnə elitanın da zəifləməsi, Mehdiyev və şəbəkəsinin oyundan kənara vəziyyətə düşməsi ilə nəticələnəcək çox ağıllı və uzağa hesaplanan incə siyasət idi. Belə olduqda təbii ki, Mehdiyev kimi köhnə nəsil elitalar instinktiv olaraq kənar təminat, xarici dəstək axtarışına və eşqinə düşəcəkdilər. Odur ki, Ramiz Mehdiyev və şəbəkəsinin dırnaqarası varislik kursu yalnız Moskva üçün hər hansısa məna daşıya bilərdi. Azərbaycan xalqı üçün yox. Vüqar Bektaş, Aygün Rəsulova, ATV Xəbər.